9-cu sinif yeni test toplusundan sifət və zərf bölməsinə baxırıq. Birinci sualda then müqayisə dərəcəsinin göstəricisidir. S isə üstünlük dərəcəsini bildirir. Ona görə B ilə D-ni çıxdıq. Daha sonra large sözü təkhecalı sifət olduğu üçün biz onun müqayisə dərəcəsini R ilə düzəldəcəyik. Doğru cavabımız oldu A variantı. C ilə Y-ni necə çıxırıq? Ümumiyyətlə, ingilis dilində sifətin dərəcələri yalnız bir dərəcə göstəricisindən istifadə etməklə düzəlir. Yəni, müqayisə dərəcəsi ya R ilə düzələcək, ya da morla düzələcək. İkisi ilə də eyni anda düzələ bilməz. Ona görə C-ni də çıxdıq. Y bəndində mən article görürəm, burada isə isim yoxdur. Yəni, large-dan sonra isim gəlməyib ki, mən onun qarşısında article işlədim. Çünki bilirsiniz ki, article ismin qarşısında işlənər. Ona görə Y-ni də çıxdıq. Nə deyir? Let's go in your car. Gəl sənin maşınla gedək. It is larger than ours. O, yəni sənin maşının bizimkindən daha genişdir, daha böyükdür. 2-də then yenə müqayisə dərəcəsinin göstəricisidir. Ona görə, baxın, most üstünlük dərəcəsidir. Bunları çıxdıq. S də üstünlük dərəcəsidir. C-ni də çıxdıq. Və burada small sözündən sonra bu hissədə isim işlənmədiyi üçün isim lap cümlənin axırında işlənir. Yəni, burada isim yoxdur ki, mən onun qarşısında article işlədim. Doğru cavabımız oldu A variantı. Həm də small sözü təkhecalıdır, ona görə müqayisə dərəcəsi R ilə düzələcək. Üçüncü sualda then yenə müqayisə dərəcəsidir. S üstünlük dərəcəsidir. Y-ni çıxdıq. Most üstünlük dərəcəsidir. A-nı çıxdıq. Heavy adi dərəcədə çıxdıq. Və mən sizə birinci sualda dedim ki, müqayisə dərəcəsi ya R ilə düzəlir, ya da morla düzəlir. İkisi ilə də eyni anda düzələ bilməz. C-ni də çıxdıq. Doğru cavabımız D variantı. Tom's suitcase was heavier than the others. Tomun çamadanı digərlərinkindən daha ağır idi. Dördüncü sualda then müqayisə dərəcəsidir. Ona görə, baxın, most S üstünlük dərəcəsini bildirir. Bunları çıxdıq. Daha sonra easy adi dərəcəni bildirir. Bunu da çıxdıq. Və müqayisə dərəcəsi ya R ilə düzələr, ya da morla düzələr. İkisi ilə də eyni anda düzələ bilməz. Belə more R, bir də most est. İkisi də eyni anda olan variantları çıxırsınız. Doğru cavabımız oldu A variantı. French is easier than some other foreign languages. Fransız dili digər başqa xarici dillərdən daha asandır. 5-ci sualda then müqayisə dərəcəsini göstərir. Most üstünlük dərəcəsi də S üstünlükdür. Bunları çıxdıq. Və long adi dərəcədir. Muchdakı müqayisə dərəcəsinin qarşısında işlənir. Yəni, much longer olan variant olsaydı, onu götürə bilərdik. D-ni çıxdıq. Və long sözü təkhecalıdır. Biz bunu morla düzəltmirik müqayisə dərəcəsini. Doğru cavabımız oldu B bəndi. Həm də R, more ikisi ilə də eyni anda düzələ bilməz müqayisə dərəcəsi. This street is longer than ours. Bu küçə bizimkindən daha uzundur. 6-cı sualda then müqayisə dərəcəsini göstərir. Most üstünlüyüdür, est üstünlüyüdür. Çıxdıq. Sen sözü adi dərəcədə də çıxdıq. Muchdan sonra yadda saxlayın ki, həmişə müqayisə dərəcəsi gəlməlidir. Yəni, burada belə bir variant olsaydı ki, much thinner variantı olsaydı, onda biz onu düz götürərdik. Belə isə bu sin sözü adi dərəcədədir. Sonra dedik ki, baxın, sin sözü təkhecalıdır, ona görə müqayisə dərəcəsini R ilə düzəldirik. Doğru cavabımız B variantı olacaq. Müqayisə dərəcəsini həm more, həm R ilə düzəldə bilmərik. Yəni, ikisindən biri ilə düzəltməliyik. Ona görə A bəndi çıxır. That magazine was thinner than this one. O jurnal bundan daha nazik idi. 7-də then müqayisə dərəcəsini göstərir. Most üstünlük dərəcəsidir. S üstünlüydür. Burada da most üstünlüydür. Bunlara çıxdıq. Və müqayisə dərəcəsi ya morla düzələr, ya R ilə düzələr. İkisi ilə eyni anda düzələ bilməz. A-nı çıxdıq. Doğru cavabımız C variantı. This test is easier than the first one. Bu test birincidən daha asandır. 8-də then müqayisə dərəcəsidir. Most üstünlüyüdür. S üstünlüyüdür. Çıxdıq. Tall sözü adi dərəcədədir. Tall sifəti təkhecalı olduğu üçün müqayisə dərəcəsi R ilə düzələr. Doğru cavabımız A bəndi. Çox hecalı olanda müqayisə dərəcəsi morla düzəlir. Sarah is taller than her brother. Sara öz qardaşından daha hündürdür. 9-cu sualda
Deməli, yenə than görürəm cümlədə. Than gördüksə, deməli, müqayisə dərəcəsi seçməliyik. Best, good sözünün üstünlük dərəcəsidir. Bunları çıxdıq. Good sözü adi dərəcədədir. A-nda çıxdıq. Və good sözünün müqayisə dərəcəsi better olur. Üstünlük dərəcəsi the best olur. Yəni, more-la və ya most-la düzəlmir bu söz. B-ni ona görə çıxırıq. Doğru cavabımız oldu D bəndi. İndi cümlədə nə deyir? It is better to visit the British Library in the mornings than in the afternoons when it's too crowded. Deyir ki, Britaniya kitabxanasını günorta ziyarət etməkdənsə, səhərlər ziyarət etmək daha yaxşıdır. Çünki günorta vaxtı o çox izdihamlı olur, basa-bas olur orada. Aha. Daha sonra 10-cu sualda. Of all the people in our office, Adrian is employee. Baxın, müəyyən sözlər var idi ki, onlarla biz üstünlük dərəcəsi götürürdük. Of all da həmin sözlərdən biridir. Of all, one of, daha sonra have ever, had ever, among sözüdür. Sonra in sözüdür, in, at, məsələn, in the class və s. Bu tip ifadələrlə üstünlük dərəcəsi işlədirik. More müqayisə dərəcəsidir, A-nı çıxdıq. R də müqayisə dərəcəsidir, bunda çıxdıq. Və come sözü təkəcalıdır. Ona görə bunun üstünlük dərəcəsi most-la düzəlməyəcək. S-lə düzələcək və üstünlük dərəcəsinin qarşısında həmişə D artikli işlənməlidir. B-ni çıxdıq. Doğru cavabımız D variantı. Deyir ki, ofisdəki bütün adamlar arasında Adrian ən sakit işçidir. 11-də than müqayisə dərəcəsini göstərir. Tired adi dərəcəni çıxdıq. Very tired bu da adi dərəcədir. Very sözündən sonra yadda saxlayın ki, adi dərəcə gəlir. Daha sonra to-dan sonra da adi dərəcə gəlir. Very to bir də so sözlərindən sonra adi dərəcə gəlir. Most üstünlük dərəcəsini bildirir. Bunda çıxdıq. Doğru cavabımız oldu B variantı. Müqayisə dərəcəsi seçdik. Julie is always more tired after cycling than after swimming and running. Deyir ki, Julia həmişə velosiped sürəndən sonra daha çox yorulur. Nəinki üzmək və ya qaçmaqdan sonra. Yəni, üzəndə qaçanda az yorulur. Velosiped sürəndə isə daha çox yorulur. 12-də nədir? I have read a lot of books about animals and this is one. Baxın, bu one sözü ki var, bu əvəzlikdir. Və bu əvəzlik özünü isim kimi aparır. Yəni, ismi əvəz etdiyi üçün biz yadda saxlayın bu qaydanı. One'ın qarşısında artikel işlətməliyik. One sözü şəxsi bildirdikdir. İndi mən baxıram ki, məsələn, better sözü qarşısında artikel yoxdur. Yəni, burada a better one olmalıydı. Daha sonra best üstünlük dərəcəsinin qarşısında bilirsiniz ki, the article işlənər. Həmişə bunda çıxdıq. Good sözü qarşısında article yoxdur. A good one ola bilərdi. Yoxdur. A-nda çıxdıq. Və good sözünün üstünlük dərəcəsi the best olur. Müqayisə dərəcəsi better olur. Yəni, most-dan, more-dan düzəlmir. D-ni də çıxdıq. Doğru cavabımız Y variantı. I have read a lot of books about animals and this is the best one. Mən heyvanlar haqqında çoxlu kitablar oxumuşam və bu ən yaxşısıdır. 13-də, baxın, sualın şərtindən görürsünüz ki, zərfi soruşur, düzdürmü? Bad sözü sifətdir, bunun zərf variantı badly olur. Daha sonra, good sözü də sifətdir, bunun zərf variantı well sözü olur, well. Fast sözü. Bu fast sözü həm sifətdir, həm də zərfdir. Yəni, fastly sözü yoxdur. Yadda saxlayın bunu. Fast, həm cəld qaçmaq deyə bilərik. Yəni, feilini işlədə bilərik. Həm də deyə bilərik, məsələn, fast, a fast person, yəni cəld insan, sifət kimi işlədə bilərik. Amma fastly sözü yoxdur. Fluent sözü səlis deməkdir, sifətdir. Bunun zərf forması fluently olur. Ly da bilirsiniz ki, nədir? Zərf düzəldən şəkilçidir. Sifətdən zərf düzəldir. She can speak a few languages fluently. O bir neçə dildə səlis danışa bilir. Və burada fluently sözü speak feilinə aid oldu. Yəni zərf feilə aid olur. 14-də
Linda isn't Amelia. Baxın, than ilə müqayisə dərəcəsi işlənər. Kind isə adi dərəcədədir. Kinder olsaydı düz olardı. Daha sonra as-lə isə bilirsiniz ki, həmişə adi dərəcə işlənir. Müqayisə dərəcəsi işlənməz. Ona görə B-ni çıxdıq. Üstünlük dərəcəsi də işlənməz. Bu da yanlışdır. C variantı, yəni kinder than ola bilərdi. Linda is kinder than Amelia. Belə bir şey olsaydı düz olardı. Doğru cavabımız D bəndidir. As-lə baxın adi dərəcə işlənir. Linda isn't as kind as Amelia. Linda Amelia kimi mehriban deyil. 15-də. To cross the river in the place. Baxın, than müqayisə dərəcəsinin göstəricisidir. Est üstünlüyü bildirir. A-nı çıxdıq. Daha sonra muchdan sonra müqayisə dərəcəsi gələr. Much easier işlənməlidir. Burada easy sözü adi dərəcədədir. Yeni çıxdıq. Bu da adi dərəcədir. Və sifətin müqayisə dərəcəsi ya erlə düzəlir, ya morla düzəlir. İkisi ilə də eyni anda düzələ bilməz. Doğru cavabımız oldu C variantı. It is easier to cross the river in this place than over there. Bu yerdə çayı keçmək o biri tərəfdə keçməkdən daha asandır. 16-da. Than müqayisə dərəcəsini göstərir. Est most üstünlük dərəcəsidir. Bunlara çıxdıq. Sweet adi dərəcədə çıxdıq. Müqayisə dərəcəsi ya erlə düzəlir, ya morla düzəlir. İkisini də eyni anda gördünüzsə çıxırsınız. Doğru cavabımız oldu Y variantı. Nədir? The plums in my orchard are sweeter than those in my uncle's. Deyir ki, mənim bağımdakı gavallar, mənim əmmin bağındakı gavallardan daha şirindir. 17-də. Among gördünüzsə, baxın, bizdə bəzi sözlər var idi ki, onlarla üstünlük dərəcəsi işlədirdik. Among, ever, of all, one of, in, at. Bunlarla üstünlük dərəcəsi işlənir. Deməli, mən buradan talented adi dərəcəni çıxdım. More talented müqayisə dərəcəsini çıxdıq. Muchdan sonra müqayisə dərəcəsi işlənər. Bizə müqayisə lazım deyil, üstünlük dərəcəsi lazımdır. A-nı çıxdıq. Yəni, much more talented ifadəsi doğrudur. O da ki, müqayisə dərəcəsidir. Yəni, burada işlənə bilməz. Amongdan üstünlük işlənir. Sonra, biz ümumiyyətlə üstünlük dərəcəsini nə ilə düzəldirik? Mostla düzəldirik. Bestlə düzəltmirik. Həm də baxın, üstünlüyün qarşısında D artikli işlənir. Doğru cavabımız Y variantı. Little Nick was the most talented boy among the children in his group. Nick, balaca Nick, öz qrupundakı uşaqlar arasında ən istedadlısı idi. 18-də. Than müqayisə dərəcəsini göstərir. Est üstünlük dərəcəsində çıxdıq. Near adi dərəcədə çıxdıq. Sonra muchdan sonra müqayisə dərəcəsi gələr. Yəni much nearer deyə bir variant olsaydı düz olardı. Və müqayisə dərəcəsi ya erlə düzəlir, ya da morla düzəlir. İkisi ilə də eyni vaxtda düzələ bilməz. Doğru cavabımız oldu B variantı. I sat nearer to the teacher than other students. Mən digər tələbələrin nisbətən müəllimə daha yaxın oturmuşdum. 19-da. Among gördünüzsə üstünlük dərəcəsi seçirsiniz. Among, have ever, of all, one of, in, at. Üstünlük dərəcəsinə işlənir bu sözlər. Intelligent adi dərəcəni çıxdıq. Very intelligent bu da adi dərəcədir. Yadda saxlayın ki, very, to, bir də so sözlərindən sonra adi dərəcə gəlir. More müqayisə dərəcəsinə çıxdıq və sifətin üstünlük dərəcəsi mostla düzələr, bestlə düzəlməz deyində çıxdıq. Həm də bizə article da lazımdır. Üstünlük dərəcəsinin qarşısında article işlənir. Norman was the most intelligent among the students of his age. Norman öz yaşlıları arasında ən ağıllısı idi. 20-də. Of all, one of, among, ever sözləri gördünüzsə, üstünlük dərəcəsi seçməlisiniz. Naughty adi dərəcədir. Very'dən sonra da həmişə adi dərəcə işlənir. Very, so, to sözlərindən sonra adi dərəcə işlənir. More müqayisə dərəcəsində çıxdıq. Üstünlük dərəcəsi ya mostla düzəlir, ya da estlə düzəlir. Bestlə düzəlmir heç vaxt. Doğru cavabımız oldu Y bəndi. Michael is the naughtiest of all children in the yard. Michael həyətdəki uşaqların ən dəcəlidir.
Daha sonra burada bizdən sifətləri soruşur. Enthusiastic həvəsli deməkdir, yəni sifətdir. Vehicle deməli nəqliyyat vasitəsidir, bu isimdir, isim yazıram. Government hökumət isimdir, tunnel sözü də isimdir. Access giriş, əlçatanlıq deməkdir, bu isimdir. Impressive təsirli, bu sifətdir. Experience təcrübə isimdir. Additional əlavə, bu sifətdir. İnnovativ sözü, bir də global sözü, ikisi də sifətdir. Doğru cavabımız Y variantı. Daha sonra yenə sifətləri soruşur. Flavor dad deməkdir, isimdir. Adult böyük deməkdir, isimdir. Daha sonra bu sifətdə olur, gəlin yanına sifət də yazaq. Yəni adult həm isim olur, yaşlı adam, həm də sifət kimi də işlənir. İkisi də ola bilir. Daha sonra relaxing, rahatladıcı deməkdir, sifətdir. Beauty, gözəllik, isimdir. Healthy, sağlam, sifətdir. Baxın, health sözü isə isimdir. Sağlamlıq deməkdir. Attractive, cəlb edici, sifətdir bu. Bizdən sifətləri soruşur da, doğru cavabımız C variantıdır. Prize, deməli, mükafat sözü, isimdir. Skyscraper, göydələn deməkdir. Bu da isimdir. Pomegranate, nar, isimdir. Popular, məşhur, bu sifətdir. Doğru cavabımız C variantıdır. Dən müqayisə dərəcəsinin göstəricisidir. Long adi dərəcədir. S üstünlük dərəcəsinin göstəricisidir. D ilə Y çıxdı. Və burada isim olmadığı üçün biz onun qarşısında article işlədə bilmərik. Article ismə aid olur. İsmin qarşısında işlənir. Doğru cavabımız B variantı. The river is longer than we expected. Çay biz gözlədiyimizdən daha uzundur. 24-də. Əzlə bilirsiniz ki, həmişə adi dərəcə işlənər. Müqayisə dərəcəsini çıxdıq. Maçdan sonra ümumiyyətlə müqayisə dərəcəsi gəlir. B-də çıxdıq. Üstünlük dərəcələrini çıxdıq. Most üstünlük dərəcəsini bildirir. Doğru cavabımız A variantı. This apartment is as comfortable as that one. Bu mənzil o biri kimi rahatdır. Daha sonra 25-də. This room is very... Baxın, burada batla ayrılıb 2 dənə sifətimiz olmalıdır. Birinci sifətimiz adi dərəcədə olacaq. Adi dərəcə. Çünki very sözündən sonra adi dərəcə gəlir. Bunu yadda saxlayın. Very sözüdür birincisi, sonra to sözüdür, to. Bir də so sözüdür. Bu 3 sözdən sonra adi dərəcə gəlir. Burada isə than olduğu üçün müqayisə dərəcəsi olacaq. İndi variantlara baxıram. Məsələn, est üstünlük dərəcəsidir, çıxdıq. Müqayisə dərəcəsidir, çıxdıq. More da müqayisədir, bunda çıxdıq. Qaldı B ilə Y. Burada da dediyim müqayisə olmalıdır. Comfortable sözü adi dərəcədə, deməli B-də çıxdı. Doğru cavabımız oldu Y variantı. This room is very small. Bu otaq çox balacadır. But more comfortable than the last one. Amma sonuncudan, axırıncıdan daha rahatdır. 26-da. Burada in görürük. Mən sizə demişəm ki, bəzi sözlərlə biz üstünlük dərəcəsi işlədirdik. Hansı sözlərdir? In sözüdür, at sözüdür, sonra ever sözüdür, have ever, had ever, among sözüdür, sonra one of all ifadələrdə. Bunlarla biz deməli üstünlük dərəcəsi işlədirik. Müqayisə dərəcəsini çıxdım, adi dərəcəni çıxdım və üstünlük dərəcəsinin qarşısında D artikli işlənər. Deməli A-da çıxdıq. Doğru cavabımız B variantı. I have made the best choice in my life. Mən həyatımda ən yaxşı seçim etmişəm. 27-də one of all ifadələrinə üstünlük dərəcəsi işlənər. More müqayisə dərəcəsində çıxdıq. Splendid sözü adi dərəcədir. Üstünlük dərəcəsinin qarşısında D artikli işlənər. Ona görə B-də çıxdıq. Və burada da maçdan sonra ümumiyyətlə müqayisə dərəcəsi gəlir. Yəni maç gördüsə o müqayisə dərəcəsinə aiddir. Burada isə bizə üstünlük dərəcəsi lazımdır. Doğru cavabımız C variantı. His opera was one of the most splendid works in the world.
Deyir ki, onun operası dünyadakı ən möhtəşəm deməli əsərlərdən biri idi. Work sözü burada əsər mənasında işlənir. 28-də one of gördünüzsə, yenə üstünlük dərəcəsi seçməlisiniz. Important adi dərəcəni çıxdıq, more müqayisə dərəcəsində çıxdıq. Üstünlük dərəcəsinin qarşısında de artikli işlənər, B-də çıxdıq. Və much gördünüzsə dedik ki, muchdan sonra nə işlənir? Müqayisə dərəcəsi işlənir. Bizə müqayisə dərəcəsi lazım deyil. Doğru cavabımız oldu A variantı. This document is one of the most important papers in the office. Bu sənəd ofisdəki ən vacib vərəqlərdən biridir. 29-da as-lə adi dərəcə işlənir. Most üstünlük dərəcəsinin göstəricisi də A ilə B çıxdı. More müqayisə dərəcəsinin göstəricisi, muchdan sonra da müqayisə dərəcəsi işlənir. Doğru cavabımız oldu D variantı. The earthquake was as dangerous as the last one. Deyir ki, bu zəlzələ sonuncu dəfə baş vermiş zəlzələ kimi təhlükəli idi. Yəni, o dərəcədə təhlükəli zəlzələ idi. As-lə nə işlənir? Adi dərəcə işlənir. Most üstünlük dərəcəsidir, more müqayisə dərəcəsidir, çıxdıq. Most üstünlüydür, burada da more müqayisədir. Doğru cavabımız qaldı C variantı. Teachers are as attentive and responsible as parents. Müəllimlər, valideynlər kimi diqqətli və məsuliyyətlidir. Sonra gəldik bu suala. Then müqayisə dərəcəsinin göstəricisidir. Est üstünlüydür, most da üstünlüydür, çıxdıq. Long adi dərəcədə çıxdıq. Long təkəcalı olduğu üçün onun müqayisə dərəcəsi more-la düzəlməyəcək, R-lə düzələcək. Doğru cavabımız D variantı. Our journey took longer than we expected. Bizim səyahətimiz gözlədiyimizdən daha uzun çəkdi. In görürsünüz, in, at, among, ever, one of all ifadələri ilə üstünlük dərəcəsi işlənər. Ona görə buradan mən müqayisə dərəcəsi, R müqayisə dərəcəsidir, more da müqayisə dərəcəsidir, çıxdıq. Slow adi dərəcədir, bunda çıxdıq. Slowest üstünlük dərəcəsidir, üstünlük dərəcəsinin qarşısında həmişə D artikli işlənər. B-də çıxdıq, doğru cavabımız C bəndi. What is the slowest animal in the world? Dünyadakı ən yavaş heyvan hansıdır? One of, bir də of all ifadələrindən üstünlük dərəcəsi işlənər. R müqayisə dərəcəsidir, B-ni çıxdıq. Great sözü adi dərəcədə çıxdıq. Sonra great sözünün deməli üstünlük dərəcəsi S-dən düzələr və üstünlük dərəcəsinin qarşısında D artikli işlənir. Doğru cavabımız oldu A variantı. Mostdan düzəlmir bu. Təkəcalı olduğu üçün. Və burada da artikl yoxdur, ona görə D-ni çıxırıq. Charles Dickens, one of the greatest English writers, was born in 1812. Deyir ki, Charles Dickens ən dahi İngilis yazıçılarından biri 1812-ci ildə anadan olub. Then müqayisə dərəcəsinin göstəricisidir. Good adi dərəcədə çıxdıq. Burada da good adi dərəcədə çıxdıq. Muchdan sonra bilirsiniz ki, müqayisə dərəcəsi gəlir. Yəni, much better olsaydı düz olardı. Best sözü, good sözünün üstünlük dərəcəsidir, çıxdıq. Və good'un müqayisə dərəcəsi better olur. Üstünlük dərəcəsi the best olur. Yəni, more-la mostdan düzəlmir bu. Doğru cavabımız Y bəndi. It is better to tell the truth than to tell a lie. Yalan danışmaqdansa doğrunu söyləmək daha yaxşıdır. 35-də. Then müqayisə dərəcəsinin göstəricisidir. Tall adi dərəcədə est üstünlük dərəcəsini bildirir, most üstünlük dərəcəsini bildirir. Tall sözü təkəcalı olduğu üçün müqayisə dərəcəsi R-lə düzələcək. More-la yox. Doğru cavabımız D bəndi. David is taller than Jack, isn't he? David Jack'dən daha hündürdür, deyilmi? Then müqayisə dərəcəsinin göstəricisidir. Est üstünlük dərəcəsini bildirir. B ilə D-ni çıxdıq. Sonra big sözü təkəcalı sifət olduğu üçün onun müqayisə dərəcəsi R-lə düzələcək. Doğru cavabımız oldu A variantı. More-la düzəlməyəcək. Muchdan sonra da ümumiyyətlə müqayisə dərəcəsi gəlir. Yəni, burada much bigger yazılsaydı, much bigger, onda düz olardı. Belə bir variant olsaydı, onu götürərdik. Ümumiyyətlə, much
müqayisə dərəcəsini düzəltmir, amma müqayisə dərəcəsini qüvvətləndirmək üçün istifadə olunur. Müqayisə dərəcəsinin qarşısında işlənir. London is bigger than Edinburgh. London Edinburghdan daha böyükdür. Sonra one of all ifadələri gördünüzsə, onlarla üstünlük dərəcəsi işlədir. Yəni burada üstünlük dərəcəsi olmalıdır. Burada nə deyir? Burada isə hələ bilmirik ki, nə qoyacağıq. Ona görə buradan başlayaq. Buradan başlamaq daha asandır. Deməli, dedik one of-dan üstünlük dərəcəsi olacaq. Üstünlük dərəcəsinin qarşısında de artikli işlənir. Ona görə burada artikl yoxdur, bunu çıxdıq. Find sözü tək hecalıdır. Ona görə bunun üstünlük dərəcəsi S-dən düzələcək, most-dan yox. Most olan variantlarla çıxdıq və dedik one of-dan üstünlük dərəcəsi işlənməlidir. Müqayisə dərəcəsi işlənməz. Yeni də çıxdıq. Doğru cavabımız qaldı B variantı. İndi deyə bilərsiniz ki, bəs burada məsələn most splendid üstünlük dərəcəsi işləndi. Bəs qarşısında niyə artikl yoxdur? Ona görə yoxdur ki, his nədir? Yəli əvəzliyidir. Yəli əvəzliyindən sonra isim gələndə o ismin qarşısında artikl işlənmir. Məsələn, normalda the book, e-book deyirik, amma my book deyəndə mənim kitabım. My deməli yəli əvəzindən sonra artikl gələ bilməz. Yəni my e-book, my the book deyə bilmərik. Məhz bu səbəbdən burada artikl olmur. Nə deyir indi? Arif Məlikov is famous in the world for his most splendid ballet, Legend of Love, which is regarded as one of the finest works. Arif Məlikov deyir ki, dünyada özünün məşhur baleti ilə deməli məşhurdur. Sevgi əfsanəsi adlanır. Hansı ki, onun ən yaxşı əsərlərdən biri hesab olunur dünyada. Sonra 38-də burada olacaq söz. Baxın, deyir ki, ya sifət seçin, ya da zərf seçin. Burada olacaq söz look feilinə aid olacaq. Normalda bilirsiniz ki, feillər zərflə işlənir, düzdürmü? Amma bəzi feillərimiz var idi ki, həmin feillərlə biz sifət işlədirdik. Hansı feillərdir? Məsələn, look, smell, daha sonra deməli, be, become feilləri idi. Bunlarla biz bir çox başqa feillər. Bunlarla biz sifət işlədirdik. Deməli, mən buradan ly verirsiniz ki, zərf düzəldən şəkilçidir. Zərfləri çıxıram. Pleasantly çıxdı. Sadly çıxdı. Sweetly, happily. Bunlar hamısı, baxın, pleasant sözündən pleasantly sözü yaranıb. Saddən sadly yaranıb. Bunlar hamısı çıxdı. Doğru cavabımız oldu B variantı. Lovely sözü ly ilə bitməsinə baxmayaraq, yadda saxlayın ki, sifətdir. Zərf deyil. Nəyə görə? Çünki ly dedik ki, sifətdən zərf düzəldir, düzdürmü? Sad sözü sifətdir. Ly artırıb zərf düzəltmişik. Amma burada love sözü isimdir. Ona görə buna ly artırılanda bu söz zərf deyil, sifətdir. How lovely you look today. Sən bugün necə də sevimli görünürsən. 39-da. Yenə eyni sualdır. Yenə burada smell feilidir. Yadda saxlayın ki, smell, daha sonra seem, taste, sonra feel, be, become. Bu feillərlə, yəni bunlar hərəkət feilləri deyildi. Hərəkət bildirmədikləri üçün bunlarla sifət işlənəcək. İndi baxıram variantlara. Demək, I've never seen such a flower before. Doğru cavabımız A bəndə olacaq. Unusual sözü sifətdir. This flower smells unusual. Bu, deməli, gül qəribə iyə sahibdir. Mən ömrümdə əvvəllər belə gül görməmişəm. Burada görürsünüz ki, bu sözlər ly ilə bitir hamısı. Ona görə zərfdir. Ly zərf düzəldən şəkilçidir. Well sözdəki good sözünün zərf formasıdır. Ona görə C-də çıxır. Sonra 40-cı sualda. Than müqayisə dərəcəsinin göstəricisidir. Bu tərəfə baxsaq, nice adi dərəcədə çıxdıq. Nicest üstünlük dərəcəsində çıxdıq. Deməli, B ilə C çıxdı. Nice sözü tək hecalı olduğu üçün müqayisə dərəcəsi R ilə düzələcək.
Morla düzəlməyəcək. Bunlar da çıxdıq. Doğru cavabımız oldu A variantı. My drawing is nice. Mənim şəklim qəşəngdir. But yours is nicer than mine. Amma səninki mənimkindən daha qəşəngdir. Daha sonra 41-də. Deməli, then müqayisə dərəcəsinin göstəricisidir. Fresh adi dərəcədir. C-ni çıxdıq. Most üstünlük dərəcəsinin göstəricisidir. Y-ni də çıxdıq. Fresh sözü tək hecalı olduğu üçün müqayisə dərəcəsi R-lə düzələcək, morla deyil. Həm də müqayisə dərəcəsi bilirsiniz ki, ya R-lə düzəlir, ya da morla düzəlir. İkisi ilə də eyni anda düzələ bilməz. Good sözünün müqayisə dərəcəsi better şəklində olur, morla düzəlməz. D-ni də çıxdıq. Doğru cavabımız A variantı. Today you look better and fresher than yesterday. Bu günlər sən dünən olduğundan daha yaxşı və daha, belə deyək də, təravətli görünürsən. Daha gümrah görünürsən. 42-də. Then müqayisə dərəcəsinin göstəricisidir. Most isə bilirsiniz ki, üstünlük dərəcəsidir. Ona görə most olan variantlara çıxdıq. Daha sonra buradan many variantı da çıxır. Nəyə görə? Çünki, baxın, fikir verirsiniz, burada deməli, burada gələcək söz ismə aid deyil. Çünki isim yoxdur. Nəyə aiddir? Bu, annoy sözünə aiddir. Annoy narahat etmək deməkdir. Düzdürmü? Yəni, feildir. Feilə aid olan söz nə olacaq? Sifət deyil ki, bu. Zərfdir. Və biz bilirik ki, many sözü zərf olmur. Zərf bölməsinə bir də baxın. Little sözümüz zərf olur. Bir də much sözümüz zərf olur. Little ilə much həm də zərfdir. Many sözü zərf olmur. Ona görə bu variant avtomatik çıxır. Much sözüdür zərfimiz. Və burada biz much işlədə bilməliyik. Çünki much'ı biz müqayisə dərəcəsində işlətməliyik. Məsələn, deyirəm, he annoys me much. He annoys me a lot. O məni çox incidir, çox narahat edir. Belə deyə bilərik. Amma burada much'ın müqayisə dərəcəsi more olacaq zərf kimi. Ona görə B-ni çıxırıq. Doğru cavabımız Y bəndi. Nothing annoys me more than waiting in a queue. Növbədə gözləməkdən başqa heç nə məni bu qədər narahat etmir. Yəni, məni ən narahat edən şey, ən zəhləm getdiyim şey növbədə gözləməkdir. 43-də. Then müqayisə dərəcəsinin göstəricisidir. Crowded adi dərəcədə çıxdıq. Most üstünlüyün göstəricisidir. Bunlar da çıxdıq. Və burada isim olmadığı üçün biz article işlədə bilmərik. D-ni də çıxdıq. Həm də görürsünüz, müqayisə dərəcəsində deyil. Bu more-la qarşında more yoxdur. Adi dərəcədədir. Deməli, D-ni çıxırıq. Doğru cavabımız B variantı. Ankara is very crowded, but Istanbul is more crowded than the other cities in Turkey. Ankara çox izdihamlı, basa-bas şəhərdir. Amma İstanbul isə Türkiyədəki başqa şəhərlərdən daha izdihamlıdır. 44-də. Deməli, hot nədir? Adi dərəcədir, düzdürmü? Biz bilirik ki, much'dan sonra müqayisə dərəcəsi gələr. Yəni, much harder. Yadda saxlayın. Much həmişə müqayisə dərəcəsində işlənir. C-ni çıxdıq. Burada da yenə much işlənib. Much müqayisənin işlənir. Anda çıxdıq. Sonra, baxın, hot sözü tək hecalı olduğu üçün bunun müqayisə dərəcəsi more-la düzəlmir. Hotter şəklində düzəlir. Hotter. Belə. Deməli, Y də çıxdı. Enough isə bilirsiniz ki, enough ismin qarşısında işlənir. Məsələn, deyirəm, enough milk. Kifayət qədər süd. İsmin qarşısında işlənir, amma sifətdən sonra işlənir. Yəni, it's hot enough outside deyə bilərdik. Hotdan sonra işlənməlidir. Burada isə qarşısında tələb edir. Deməli, doğru cavabımız B bəndidir. Biz adi dərəcənin qarşısında nə işlədə bilərik? To sözünü işlədə bilərik. Daha sonra so sözünü işlədə bilərik. Bir də very sözünü işlədə bilərik. Very. We can't have a picnic. It is too hot outside. Deyir, biz piknik edə bilmərik. Çöldə çox istidir. 45-də. Tell him to hurry. He isn't fast. Deməli, burada 45-də əsas söhbət
deməli, burada gördüyünüz sözlərin sifətin əvvəlində yoxsa sifətdən sonra işlənməsi məsələsi gedir. İndi baxaq. Məsələn, burada enough sözü ki var. Enough sözü sifətdən sonra işlənir. Bunu yadda saxlayın. İsmin qarşısında işlənir enough, sifətdən isə sonra işlənir. Doğru cavabımız C bəndi olacaq. Digər variantlarda inkar edəcəyik. Nədir? Tell him to hurry. He isn't fast enough. Ona deyilən ki, tələssin, o kifayət qədər cəld getmir. Too quiet, bir də really sözləri, bunlar sifətin qarşısında işlənir. Sifətdən sonra işlənmir. Yəni, deyə bilərik ki, he isn't really fast. He isn't too fast. He isn't quite fast. Ona görə bu AB'yə çıxdı. Bunlar sifətin qarşısında işlənməlidir. Sometimes sözü isə bu tezliyi bildirən zərfdir. Adverb of frequency gedir. Və bu cümlədə ümumiyyətlə uyğun deyil. Bir də cümlənin mənasına da baxaq. Bu hal-hazırda danışır. Hal-hazırda buna deyir ki, tell him to hurry. Ona deyir ki, tələssin. Yəni cümlə indidən söhbət gedir. Sometimes isə bəzən deməkdir. Ona görə məna baxımından da uyğun gəlmir. Həm də dediyim kimi adverb of frequency-dir. Tezliyi bildirən zərf. Ona görə burada uyğun gəlmir. Biz əsas sifətdən sonra işlənən söz seçməliyik. 46-cı sualda yenə sifət verilib. Sifətdən sonra hansı işlənirdi? 45-də sizə dedim. Sifətdən sonra enough işlənir. Baxın, enough ismin qarşısında işlənir, amma sifətdən sonra işlənir. Burada too sözüdür. Too exciting, very exciting, more exciting. Bunlar sifətin qarşısında işlənir. Usually isə, baxın, sometimes sözü kimi uyğun gəlmir. Birincisi, biz sifətə aid olanı seçməliyik burada. İkincidəki cümlənin mənasına baxırsınız. Let's choose another film to watch. Deyir, gəlin baxmaq üçün digər bir film seçək. Yəni, söhbət indidən gedir. Biz, deyir, this is not exciting usually. Adətən maraqlı deyil. Yəni, bir film adətən maraqlı deyil. Deyə bilmərik ki, indidən danışırıq. Yəni, filmin marağı gah maraqlı olur, gah maraqlı olmur. Belə bir şey də baş verə bilməz. Ona görə burada usually sözdür, yuxarıda sometimes sözdür. Bunlar cümlənin mənasına uyğun gəlmir və təbii çıxmır. Belə. 47-də. I don't like my apartment. It isn't comfortable or large. Burada biz comfortable sözünün qarşısında olan sözü işlətməliyik. Yəni, comfortable sifətinin qarşısında. Burada isə large sifətindən sonra gələn söz. Yəni, sifətin qarşısında hansı sözü işlədə bilərik və sifətdən sonra hansı sözü işlədə bilərik, buna baxmalıyıq. İndi mən birinciyə baxıram. Burada biz enough işlədə bilmərik. Enough ismin qarşısında işlənər, amma sifətdən sonra işlənər. Comfortable enough deyə bilərəm. Enough-ı comfortable, yəni sifətin qarşısında işlədə bilmərəm. Muchdan sonra da bilirik ki, müqayisə dərəcəsi gələr. Comfortable sözü adi dərəcədədir, ona görə bu da çıxdı. Gəldik bu hissəyə. Deməli, to sözüdür. Baxın, to sözü. Bir də more sözü. Bunlar sifətin qarşısında işlənər də, düzdürmü? Sifətdən sonra işlənməz ki, yox. Deməli, more to, bu to da çıxır. Yəni, bu variantlar inkar olundu. Bir dənə qaldı A variantı. Very sifətin qarşısında işlənir. Enough isə sifətdən sonra işlənir. I don't like my apartment. It isn't very comfortable or large enough. Mən öz mənzilimi xoşlamıram. O çox da rahat və ya kifayət qədər geniş deyil. 48-də have sifətini görürəm. Biz bilirik ki, enough sözü sifətdən sonra işlənər, sifətin qarşısında işlənməz. Daha sonra little sözünü də işlətmirik sifətin qarşısında. Sifətin qarşısında deməli işlədəndə bu a little ifadəsidir. Biz ondan sonra nə gəlirdi? A little'dan sonra müqayisə dərəcəsində olan sifət gəlir, düzdürmü? Bu have sözü adi dərəcədə olduğu üçün işlədə bilmərik. Sonra too heavy deyə bilərik. That box over there is too heavy. I can't lift it.
Bəli, to-nu biz sifətin qarşısında işlədə bilərik. Doğru cavabımız C bəndidir. Deyir ki, oradakı qutu çox ağırdır, onu qaldıra bilmirəm. Much sözü, baxın, muchla little-dan sonra mən sizə dedim ki, sifətin müqayisə dərəcəsi gəlir, adi dərəcə gəlməz. Ona görə bunlar çıxır. That was. Rarely sözü nə deməkdir? Nadir hallarda deməkdir, düzdürmü? Deyir ki, oradakı qutu nadir hallarda ağırdır, biz belə bir şey deyə bilmərik. Çünki, yəni qutunun çəkisi dəyişə bilməz ki, kütləsi dəyişə bilməz. Gah ağır olur qutu, gah yüngül olur. Yəni, məntiqlə düz gəlmir. Tərcüməyə uyğun deyildir, mənasız bir cümlə alınır. Ona görə really sözündə işlədə bilmərik. 49-da. I'm sorry, but your article is short to type. İlk öncə buradan mən often-dan seldom'ı çıxacağım. Often tez-tez deməkdir, seldom da arada bir deməkdir, bəzən arada bir. Nəyə görə çıxıram? Yuxarıda da izah etmişdim. Birincisi, bunlar adverbs of frequency gedir, yəni tezliyi bildirən zərflər gedir. Və burada deyir ki, deməli, sənin məqalən çap etmək üçün qısadır demək istəyir də. Yəni, bir dənə məqalədən söhbət gedir. Sənin məqalənin ölçüsü dəyişə bilməz ki, gah qısalır, gah uzanır. Tez-tez qısa olur və ya arada bir qısalır deyə bilməz. Yəni, məna baxımından məntiqsiz çıxır biz bu ikisini qoysaq. Burada çünki bir dənə məqalədir, konkret hal-hazırda deyir ki, mən bunu çap edə bilmərəm, sənin məqalən çox qısadır, get böyük məqalə yaz, belə demək istəyir. Ona görə bu tezliyi bildirən zərflər uyğun gəlmir. Daha sonra, enough-da yuxarıdakı suallarda dedim, enough ismin qarşısında işlənir, sifətdən isə sonra işlənir. Deməli, D bəndi çıxdı. Qaldı A-la B. Biz bilirik ki, very sözüdür, to sözüdür, bir də so sözüdür. Bunlar adi dərəcənin qarşısında işlənə bilər. Amma burada very sözü doğru cavab olmayacaq. Nəyə görə? Yadda saxlayın. Baxın, bura mən əgər to sözünü qoysam, to qoyuram. To üstə gəl. Adjective, yəni sifət, sonra to, sonra da fiil. Belə bir ifadəmiz var. Bu ifadənin mənası bir şeyi etmək çox çətin olanda və bir şeyi etmək mümkünsüz olanda işlədilir bu ifadə. Və bir şey, yəni çətin olanda orada to işlədirik. Negativ mənada olanda, inkar mənasında olanda. Too short. Yəni deyir, sənin məqalən yazmaq üçün çox qısadır. Very-ni biz bu cür negativ mənalarda işlədə bilmərik. Bunu da yadda saxlayın. Yəni, bir şeyin çox qısa olduğunu göstərmək üçün istifadə edə bilərik. Amma kontekstə görə biz mümkünsüz hallarda, belə deyək, çətinlik yarandıqda, mümkünsüz hallarda to ifadəsini işlədirik. Doğru cavabımız B variantı. 50-də. To regret making a mistake. Birincisi, later-ın müqayisə dərəcəsi later şəklində olmalıdır. Məsələn, more-la düzəlmir də, B-ni çıxdıq. Much-dan sonra da bilirik ki, müqayisə dərəcəsi gəlir, much later şəklində olar. Yenidə çıxdıq. Daha sonra a little-dan sonra da, baxın, much bir də a little sözlərindən sonra müqayisə dərəcəsi gəlməlidir. A little later olur. D-ni də çıxdıq. Və sifətdən sonra işlənir enough sözü. Enough ismin qarşısında işlənir, sifətdən sonra işlənir. Deməli, C də yanlışdır. Doğru cavabımız A variantı. It is too late to regret making a mistake. Səhv etməyə peşmançılıqla bağlı, deməli, çox gec, yəni səhvə görə peşman olmaq çox gecdir. Aha. Gəldik 51-ə. You know well why I am here. Birincisi, burada well sözü görürük ki, adi dərəcədir. Yəni, good sifətinin adi dərəcəsidir. Mən buradan more sözünü çıxıram, çünki bu well-in müqayisə dərəcəsi better şəklində olur. D çıxdı. A little-dan sonra, baxın, much-la a little-dan sonra nə gəlir? Müqayisə dərəcəsi gələr də. Bu adi dərəcədir. Deməli, yeni də çıxdıq. Enough sözü sifətdən, zərfdən sonra işlənir. You know well enough. Belə olmalıydı. Qarşısında işlənməz. Deməli, B-ni də çıxdıq. Sonra, indi qaldı
A-dan C. A bəndi yanlışdır. Usually çünki bayaqki suallarda vardı. Seldom sözü, often sözü, usually, always. Bunlar adverbs of frequency, yəni tezliyi bildirən zərflər gedir. Və usually adətən deməkdir. Bu cümləyə uyğun gəlmir. Çünki burada indidən söhbət gedir. Deyir ki, sən yaxşı bilirsən ki, mən niyə buradayam? Yəni mən hal-hazırda buradayam. Sən adətən yaxşı bilirsən ki, mən niyə buradayam? Görürsüz, məntiqsiz çıxır. Məna baxımından uyğun gəlmir. Həm də pozisiyası söz sırasında yeri yanlışdır. Bu tezliyi bildirən zərflər çox vaxt feilin qarşısında işlənir. Əsas feilin qarşısında. You usually know belə. Həm məna baxımından yanlışdır, həm yeri yanlışdır. Doğru cavabımız C bəndi olacaq. Very sözüdür, to sözüdür, so sözüdür. Biz bunları adi dərəcənin qarşısında işlədirik. You know very well why I'm here. Sən çox yaxşı bilirsən ki, mən nəyə görə buradayam. 52-ci sualda. Burada yenə, baxın, bilirik ki, muchdan a little birincisi sifətin müqayisə dərəcəsinə işlənər. Burada strong adi dərəcədədir. İkincidəki sifətin qarşısında işlənər, sifətdən sonra yox. D ilə yeni çıxdıq. More sözü müqayisə dərəcəsini yaratmaq üçün istifadə olunur, amma sifətin qarşısında işlənər. Birincisi, ikincidəki strong sözünün müqayisə dərəcəsi R ilə düzəlir. More-la deyil, çünki tək hecalıdır. Bu da çıxdı. Sonra burada real söz də çıxır. Bayaqki sualda, məsələn, burada usually sözü idi, burada da real idi. Əvvəlki suallarda da var idi. Bu sözlər hamısı nədir? Adverb of frequency, yəni tezliyi bildirən zərflərdir. Birincisi, məna baxımından uyğun gəlmir, reali nadir hallarda deməkdir. Deyir ki, sən bu xəstəliyə qalib gəlmək üçün, bu xəstəliyin öhdəsindən gəlmək üçün nadir hallarda güclü olursan, belə bir məna çıxır. İkincisi də ki, real sözü sifətdən sonra gəlməz. Bu adverbs of frequency, bunlar çox vaxt əsas feilin qarşısında gəlirlər, bir də izdən sonra gəlirlər. Yəni, mən bunu demək istəsəm, belə deməliyəm ki, he is really strong. Həm də məna baxımından da uyğun gəlmir. Doğru cavabımız olacaq A bəndi. He is strong enough to overcome this illness. O, bu xəstəliyə qalib gəlmək üçün kifayət qədər güclüdür. Sonra 53-də. Board sifəti görürəm ki, adi dərəcədir, düzdürmü? Müqayisə dərəcəsində deyil ki, yox. Biz də bilirik ki, maçdan sonra müqayisə dərəcəsi gəlməlidir. Deməli, C ilə yeni çıxdıq. Daha sonra, enough bilirsiniz ki, ismin qarşısında işlər, amma sifətdən sonra işlənir. Ona görə mən sifətin qarşısında enough işlədə bilmərəm. Bu da çıxdı. Quantifiers bölməsindən yadınızdadsa, bizdə hansı ifadələrimiz vardı? Only a little ifadəsi vardı. Only a few var idi. Deyirdik ki, only little, only few olmaz. Burada da yenə həmin şeydir. Only-dən sonra a little gəlməlidir. Doğru cavabımız oldu D variantı. To sözüdür, very sözüdür, bir də so sözüdür. Biz bunları adi dərəcənin qarşısında işlədə bilərik. The children were too bored to start researching that information. Uşaqlar o informasiyanı axtarmaq üçün, araşdırmaq üçün çox darıxırdılar. Yəni, ona görə də araşdırmırdılar. Çox darıxırdılar, axtarsalar. Ona görə, yəni araşdırmaq istəmirdilər bu mənada. 54-də sifətdən sonra işlənən sözü seçməliyik. Quite sözü bilirik ki, sifətin qarşısında işlənər. Deməli, yeni çıxdıq. Daha sonra, burada a lot sözü var. A lot ümumiyyətlə özü zərfdir. Yəni, bu sifətə aidiyyatı yoxdur. Sifətdən əvvəl işlənir, sonra işlənir, belə bir şey yoxdur. A lot özü zərfdir. C-ni də çıxdıq. Daha sonra. Bir də müqayisə dərəcəsini deməyi unutdum. Müqayisə dərəcəsinə işlənə bilər qarşısında. Məsələn, burada well yazılıb, adi dərəcədədir. Amma better olsaydı, məsələn, deyə bilərdik a lot better. Belə bir, yəni a lot-dan sonra müqayisə dərəcəsi işlədə bilərik. Bunu da yadda saxlayın. Bir a lot özü zərfdə ayrıca işlənə bilir, kəmiyyət zərfi olaraq. Bir a lot müqayisə dərəcəsinin qarşısında işlənə bilir. Bunu da yadda saxlayın. Amma belə sifətdən sonra işlənə bilməz. Və ya zərfdən sonra işlənə bilməz. Bunu çıxdıq. Sonra more sözü də həmçinin. Bu more sözüdür, much sözüdür. Bunlarda sifətin zərfin qarşısında işlənir. Onlardan sonra işlənə bilməz. Onlardan sonra işlənən hansıdır? Enough'dır. Yəni sifət və ya zərf verilib, sonra nöqtələr qoyulubsa, orada enough seçirsiniz. Enough sifətdən, zərfdən sonra işlənir, amma ismin qarşısında işlənir. Did you manage to do the interview well enough? Sən intervyunun
kifayət qədər yaxşı idarə edə bildimmi? 55-də. Burada görürəm ki, tired nədir? Sifətdir. Düzdürmü? They were tired. Bu sifətdir. Time sözü isə isimdir. İndi baxaq. Enough-la bağlı olan qaydamız bu idi ki, biz sifətdən sonra işlədirik enough-ı. İsmin isə qarşısında işlədirik. Düzdürmü? İndi mən bura baxıram, görürəm ki, sifətin qarşısında enough işlənib, olmaz. D-ni çıxdıq. Daha sonra quite a lot görürəm, məsələn, A bəndə görürəm ki, time sözünün qarşısında a lot işlənib, bu da olmayacaq. Çünki a lot zərfdə feylə aid olur. Biz ismin qarşısında a lot işlədə bilmərik. İsmin qarşısında a lot of işlədə bilərik. Ona görə bu da çıxdı. Burada match sözü görürəm. Bilirik ki, matchdan sonra sifətin müqayisə dərəcəsi gələr. Burada adi dərəcə gəlib, deməli. Bu da yanlışdır. Və bir də cümlənin bu tərəfinin inkarda olduğunu görürük. Didn't have time. Və biz də bilirik ki, inkarda little və few sözlərindən istifadə edilməz. Ona görə də B də çıxır. Doğru cavabımız oldu Y bəndi. They were too tired to go to the party. Besides, they didn't have enough time. Onlar, deməli, partiya, şənliyə getmək üçün çox yorğun idilər. Bundan əlavə heç vaxtları da yox idi. 56-da. Vegetables sözü cəmsimdir, isimdir, düzdür, özdə cəmsim. Fresh sözü sifətdir. Baxıram variantları birinciyə. Cəmsim olduğu üçün biz cəmsimin qarşısında match işlətmirik. Digərlərini işlədə bilərik. Enough vegetables, more vegetables, a lot of vegetables, many, bunları işlədə bilərik. Gəldik bu tərəfə. Bunu bir qayda kimi yadda saxlayırsınız. A little sözüdür, a lot sözüdür, bir də much sözüdür. Bunlardan sonra sifətin müqayisə dərəcəsi gələr. Adi dərəcə gəlməz. Fresh sözü adi dərəcəlidir. Ona görə B ilə Y də çıxır. Və enough dedik ki, sifətdən sonra işlənir. Enough ismin qarşısında işlənir, sifətdənsə sonra işlənir. Sifətin qarşısında enough işlənə bilməz. D-ni də çıxdıq. Doğru cavabımız C bəndi. Are there enough vegetables at home for salad, dear? Deyir ki, əzizim, evdə salat üçün kifayət qədər tərəvəz varmı? Bu da edir ki, yes, but they aren't very fresh. Var, amma onlar çox da təzə deyil. 57-də. Burada yenə sifətdən sonra işlənə biləcək sözü seçməliyik, hansı ki, bunu elə avtomatik baxaraq enough-ı seçə bilərsiniz. Digər variantlarda inkar edəcək. Deyir, Anne is experienced enough to do that job. Anna o işi görmək üçün kifayət qədər təcrübəlidir. Digər variantları necə inkar edirik? Birincisi, bunların hamısı, yəni a little, very, a lot more. Bunlar sifətin qarşısında işlənir. Sifətdən sonra işlənməz. İkincisi də ki, burada məsələn B ilə Y-ni də belə çıxdıq. Digər, məsələn, a little-dır, a lot-dur, bir də much sözüdür. Bunlar həm də sifətin müqayisə dərəcəsinə işlənməlidir. Belə də baxa bilərsiniz, belə də çıxa bilərsiniz. Experienced adi dərəcədir. Ona görə bunlar işlənə bilməz. Yəni, necə işlənə bilər? Belə deyə bilərik ki, much more experienced, a little more experienced və ya a lot more experienced deyə bilərik. Və ya more experienced, very experienced. Daha sonra 58. Enough sözü sifətdən sonra işlənər. İsmin isə qarşısında işlənir. Yəni, sifətin qarşısında enough işlənməz. Ona görə A ilə Y-ni çıxdıq. Daha sonra, burada cool sözü var. Baxın, much sözüdür, bir də burada very sözüdür. Bunlar sifətin qarşısında işlənər. Sifətdən sonra işlənməz. Yəni, very cool, much more cool, belə deyə bilərik. Much more yox, much cooler. Çünki cool tək hecalıdır. Çox hecalı onda more-la. Much more üstə gəlməsin, yuxarıda var. Much more experienced, belə deyə bilərik. Much cooler. Yəni, sifətin qarşısında işlədirik bu sözləri. Sifətdən sonra işlənmir. Ona görə bu variantlar çıxdı. Doğru cavabımız D bəndə oldu. Enough-ı biz sifətdən sonra işlədə bilərik. I've just made tea. It is too hot to drink. Let it be cool enough.
Deyir ki, mən çay hazırlamışam və o çay içmək üçün çox istidir. Gözdə soyusun. Kifayət qədər soyusun. Belə. Daha sonra 59-da. Enough burada avtomatik çıxır. Çünki enough sifətdən sonra işlənər. Yəni we got excited enough. Belə ola bilər. Much sözü də çıxır. Çünki muchdan sonra nə gələr? Müqayisə dərəcəsində olan sifət gəlir. Yəni much more excited. Belə olmalıdır. Excited sözü burada adi dərəcədədir. Ona görə muchla işlənə bilməz. Very excited ola bilər. D ilə Y nəyə görə çıxır? Çünki rare nadir deməkdir, sudden-dakı qəfil deməkdir. Bunların ikisi də nədir? Sifətdir. Biz sifətin qarşısında niyə sifət işlədək ki? Uyğun gəlmir. Necə işlədə bilərik? Burada rarely sözü işlədə bilərdik. Bir də suddenly sözü işlədə bilərdik. Onu da necə? Baxın. We rarely got excited və ya we suddenly got excited. Belə ola bilərdi. Daha sonra 60-da. My cousin didn't feel good. Yenə good görürəm. Sifət. Sifətdən sonra burada sifətdən sonra olanı seçməliyik də. Biz də bilirik ki, a lot sözüdür, to sözüdür, quite sözüdür. Bunlar sifətin qarşısında işlənər. Sifətdən sonra işlənməz. Ona görə bunlar çıxdı. Sifətdən sonra işlənən yeganə söz hansıdır? Enough'dır. Bu tərəfdə isə important sözü nədir? Adi dərəcədədir. Biz adi dərəcənin qarşısında much işlədə bilmərik. Muchdan sonra müqayisə dərəcəsi gəlir. Yəni, məsələn, much more important ola bilər. Doğru cavabımız A variantı. My cousin didn't feel good enough to take part in a very important event. Mənim kuzenim çox vacib bir deməli, hadisədə iştirak etmək üçün özünü kifayət qədər yaxşı hesab etmirdi. Yəni, məsələn, ora layiqli bilmirdi bu mənada. Və ya sağlamlıq barəsində də ola bilər. Özünü yaxşı hiss etmirdi. 61-də. Görürük ki, burada 2 dənə sifət verilib. Sifətin qarşısında hansı işlənə bilər? Bir ki, sifətin qarşısında enough işlənməz də, enough sifətdən sonra işlənər. Ona görə buradan enough olan variantları avtomatik çıxırıq. Muchdan sonra isə sifətin müqayisə dərəcəsi gələr, adi dərəcə gəlməz. Ona görə C-də çıxır. To-dan veredən sonra isə adi dərəcə gələr. It was almost too dark and very late to read it attentively. Deyir ki, onu oxumaq üçün demək olar ki, çox qaranlıq idi və çox gec idi. 62-də. Look bir də taste feillərindən sonra gələn sözləri soruşur. Biz bilirik ki, normalda sifət ismə aid olur, zərf isə feilə aid olur. Amma müəyyən feillərimiz var idi ki, biz onlarla sifət işlədirdik, zərf işlətmirdik. Hansı sifətlərdir? Məsələn, burada look hansı feillərdir? Look feilidir, taste feilidir, daha sonra be, become feillərdir, seem feilidir, sonra sound, feel, smell. Bu feillərlə bu feillər yəni hərəkət bildirmədiyi üçün bunlarla biz sifət işlədirik. İndi baxırıq variantlara. ly ilə bitənlər bilirik ki, zərfdir. Ona görə A-nı çıxdıq. Well sözü də zərfdir. Good sözünün zərf formasıdır. Y-də çıxdı. Buradan well sözləri çıxır. Doğru cavabımız oldu C bəndi. Your cake looks good and tastes good. Sənin tortun yaxşı görünür və yaxşı dadır. Gəldik 63-ə. Bu sual hardla hardly'nin fərqinə aiddir. Hardly sözü demək olar ki, yox mənasında tərcümə olunur, yəni inkar olaraq. Hard sözü isə çox, çətin mənasını verir. Və belə olduqda biz feildən sonra hardly işlədə bilmərik. Belə bir cümlə deyə bilər ki, Sophie hardly worked. Sophie hardly worked o deməkdir ki, Sophie demək olar ki, işləmədi. Çətin ki, işləsin. Heç işləmədi. İnkar mənasında gedir. Ona görə biz burada hardly işlədə bilmərik. Sophie worked hard isə o deməkdir ki, Sophie çox çalışdı, çox işlədi. Hardly olan variantları çıxdıq. Daha sonra, burada mən artiklı görürəm.
Biz bilirik ki, sifətin üstünlük dərəcəsinin qarşısında D artikli işlənir. Bu da bad sözünün üstünlük dərəcəsidir. Yəni, burada the worst olmalıydı. C-ni çıxdıq. Doğru cavabımız B variantı. Sofiya ingilis dilisi üzərində çox çalışdı və yaxşı bilik əldə etdi. 64-də. Birinci tərəfdəki söz sifət olacaq. Buradakı söz isə zərf olacaq. Çünki burada gələcək söz nurse-dir. Tibb bacısını təsvir edir. Burada isə onun pasientlərə qarşı olan davranışı deyir. Necə davranırdı. Və burada gələcək söz feilə aid olduğu üçün zərf olmalıdır. Biz də bilirik ki, zərf düzəldən şəkilçimiz ly şəkilçisidir. Yəni, burada sifət, burada zərf. Ly bu zərfdir, A-nı çıxdıq. Sonra burada da polite sözü sifətdir, zərf forması politely olmalıydı. Burada da həmin şeydir. Politely zərfdir, sifət işlənməlidir. Aha. Deməli, burada da həmin şeydir. Polite yazılıb. Burada zərf olmalıdır, sifət yox. Doğru cavabımız oldu C bəndi. Polite və politely. Gəldik 65-ə. Hot sözü adi dərəcədədir. Ona görə qarşıda much işlədə bilmərik. Burada özdə hot yazılıb. Çaşıb burada hotu da yazıblar. Yəni, hot olmamalıdır burada. Çünki burada artıq var. Deməli, sifətin adi dərəcəsinin qarşısında much işlənməz. Bilirik, muchdan sonra müqayisə dərəcəsi gələr. A little da həmçinin a little sözdür, a lot sözdür, bir də much sözdür. Bunlardan sonra sifətin müqayisə dərəcəsi gələr. Enough isə sifətdən sonra işlənir, yəni hot enough olmalıydı. Doğru cavabımız B variantı. The weather was too hot to go outside. Çölə çıxmaq üçün hava çox isti idi. To da bilirik ki, to, very, bir də so sözləri sifətin adi dərəcəsində işlənir. 66-da. Birincisi quiet sözünü çıxıram, çünki bizdə quiet sözü var, quiet. Yəni, sifətin qarşısında quiet işlənir. Quiet. Quiet sakit deməkdir, bu işləmir. Quiet kifayət qədər çox mənasını verir. Bu işlənir. Olduqca. Aha. Yeni çıxdıq. Çünki 2 dənə sifət belə yanaşı işlənə bilməz. Burada mən much sözü görürəm, bir də a little görürəm. Muchla a little'dan sonra sifətin müqayisə dərəcəsi işlənir. Yəni, burada bigger olmalıydı. A little bigger, much bigger. Bunlar da çıxdı. Enough isə ismin qarşısında işlənir, amma sifətdən sonra işlənir. Yəni, the shoes are big enough olmalıydı. Anda çıxdıq. Doğru cavabımız oldu C bəndi. To, so, very sözlərindən sonra adi dərəcə gəlir. 67-də. Sara'nın oxumağından söhbət gedir. Sara necə oxuyurdu? Buradakı söz feilə aid olduğu üçün zərf olmalıdır. Good sifətdir. Bunu çıxırıq. Bunun zərf forması well olacaq. Sarah sang well olmalıydı. Bad də həmçinin. Bu da sifətdir. Badly olmalıydı zərf kimi. Muchla olan bunlar da yanlışdır. Çünki düzdür, bunlar zərfdir, amma muchdan sonra müqayisə dərəcəsi gəlməlidir. Much more loudly olmalıydı. Much more beautifully olmalıydı. Doğru cavabımız qaldı D bəndi. Ly ilə bitib zərfdir. Sarah sang beautifully at the party yesterday. Sara dünənlər şənlikdə gözəl oxuyurdu. Bizim müəyyən feillərimiz var idi ki, onlardan sonra sifət işlənir, zərf gəlmir. Taste feilidir, daha sonra look, seem, be, become, feel, sound, smell. Bunların hamısından sonra zərf gəlməlidir. Zərf yox, daha da sifət gəlməlidir. Zərfləri çıxırıq. Ly ilə bitənlər, ly bilirsiniz ki, sifətdən zərf düzəldən şəkilçidir. Doğru cavabımız olacaq 2-3. Bitter acı deməkdir. Daha sonra 69-da. Small sözü adi dərəcədədir. Biz də bilirik ki, sifətin adi dərəcəsinin qarşısında nə işlənir? To işlədə bilərik, biri seçdik, bir də very işlədə bilərik. To, very, bir də so sözümüz də var idi. Bunlardan sonra adi dərəcə gəlir. Enough sifətin qarşısında işlənmir, sifətdən sonra işlənir, yəni small enough olmalıdır.
A lot sözüdür, daha sonra a little sözü idi. A little. Bir də much sözü idi. Much. Bunlardan sonra müqayisə dərəcəsi gələr. Adi dərəcə gəlməz, ona görə çıxdı bunlar. Doğru cavabımız 1, 3 olacaq. Daha sonra keçdik 70-ci suala. Burada da yenə 69-da olduğu kimidir. Sifətin adi dərəcəsinin qarşısında where işlədə bilərik, to işlədə bilərik. Doğru cavabımız 1, 2 olacaq. A lot-dan sonra əvvəlki sualda yazmışam. A lot, a little, much sözlərindən sonra sifətin müqayisə dərəcəsi gəlir. Adi dərəcə gəlməz. Enough isə sifətdən sonra işlənər. Ona görə bu da çıxır. Gəldi 71-ə. Burada ilk öncə diqqət yetirməli olduğunuz feilləri işarələyəcəm. Bu was to be feilidir. Burada smell feilidir. Burada look feilidir. Burada da seem feilidir. Bunların hamısı nədir? Hərəkət feilləri deyil də, hiss qavrayış feilləridir. Və biz də bilirik ki, hiss qavrayış feillərindən biz nə işlədirdik? Sifət işlədirik, zərf işlətmirik. Və burada sifət işlənib, deyir ki, Lily'nin xasiyyəti dözülməzdir. Yəni, bir doğrudur. Yanlışlıq yoxdur burada. Pleasant olmalıydı burada. Ly zərf düzəldən şəkilçidir. The soup smelled pleasant. Yəni, sifət olmalıydı, zərf yox. 2 yanlışdır. Looked happy, sifət işlənib, deməli 3 də doğrudur. Excitedly, burada da ly yox, excited olmalıydı. Amanda seemed excited. Çünki ly zərf düzəldən şəkilçidir. Doğru cavabımız oldu 1, 3. 72. Burada işlənən zərfləri gəlin işarələyək. Never zərfidir, always'dir, often'dır. Burada da often'dır. Never, always, often. Bunlar adverbs of frequency, yəni tezliyi bildirən zərflər gedir. Və bunların word order var, harda işlənir. Yadda saxlayın ki, tezliyi bildirən zərflər köməkçi feillə əsas feilin arasında işlənir. Yəni, köməkçi feildən sonra işlənir, əsas feilin isə qarşısında işlənir. İndi burada I am never late deyir, bunun yeri düzdür. Biri götürdük. 2 də they always are on time. Burada belə olmaydı. They are always on time. 2-ni çıxdıq. Burada bir məqamı da əlavə eləmək istəyirəm. To be, indi bu cümlələrdə bizim feilimiz am'dir də. Burada am'dir, burada da are'dir. To be feili gördünüzsə, ondan sonra işlənir. Qaydanı bir də təkrarlayayım. Deməli, bu zərflər köməkçi feilinin əsas feilinin arasında işlənir. Bir də ki, to be-dən sonra işlənir. Cümlədə təkcə to be varsa, başqa feil yoxsa, to be-dən sonra işlənir. Belə. Baxın, əsas feildir, əsas feilin qarşısında işlənir. Ona görə 3 də doğrudur. Burada isə əsas feildən sonra işlənib yanlışdır. Əsas feilin qabağında işlənməlidir. Yəni, we often eat olmalıydı. Doğru cavabımız oldu 1, 3. 73-də yenə zaman zərflərini işarələyək, daha doğrusu tezlik zərflərini. Always-dir, never-dir, seldom sözüdür, bir də often sözüdür. Dedik ki, bu tezliyi bildirən zərflər nədir? Əsas feilin qarşısında işlənməlidir. Baxın, help feilinin qarşısında işlənib, always sözü. Deməli, bir doğrudur. Burada isə əsas feildən sonra işlənib, 2 yanlışdır. Burada belə olmaydı. She never goes to the gym. 2-ni çıxdıq. 3 də yanlışdır. Eat sözündən sonra işlənib, eat-in əvvəlində işlənməlidir. Olmalıydı ki, we seldom eat fast food. 4 doğrudur, çünki read əsas feilin qarşısında işlənib. I often read. Doğru cavabımız 1, 4 oldu. Gəldik 74-ə. Bu sualda əsas cümlənin inkarda olmağına fikir verirsiniz. Və yadda saxlayın ki, biz inkarda seldom, bir də rarely istifadə edə bilmərik. Nəyə görə?
Seldomla rarely'nin mənası demək olar eynidir, heç bir fərqi yoxdur. Nadir hallarda deməkdir. Və bunlar artıq özləri inkar bildirirlər. Yəni nadir hallarda da çox gec bu mənada. Bu da deyir ki, işdən sonra idman zalına getmir. Nadir hallarda uyğun deyil. Qayda olaraq yadda saxlayın ki, seldom bir də rarely sözü inkarda işlənməz. Doğru cavabımız 1-3 olacaq. Yəni tez-tez getmir idman zalına, bir də adətən getmir. 1-3. 75-də. Burada cümlənin mənasına baxmalıyıq. Deyir ki, onlar həftə sonları sinemaya gedirlər. Because they prefer, çünki evdə qalmağa üstünlük verirlər. Yəni evdə qalırlarsa, onda demək ki, sinemaya getmirlər də, ya da çox nadir hallarda gedirlər. Mən burada həmişə gedirlər deyə bilmərəm ki, ya da tez-tez gedirlər deyə bilmərəm. Çünki deyir prefer, evdə qalmağa üstünlük verirlər. Seldom nadir hallarda, arada sırada bir deməkdir. Arada gedirlər. Çünki evdə qalmağa üstünlük verirlər. Bu doğrudur. Bəzən gedirlər. Onlar sinemaya bəzən gedirlər həftə sonları. Çünki həftə sonunu evdə keçirməyə üstünlük verirlər. Yəni seldomla sometimes deyə bilərəm. Always odur ki, həmişə gedirlər. Həmişə gedirlərsə biz necə evdə qalırlar? Often-dakı tez-tez gedirlər. Əgər evdə oturmağa üstünlük verirlərsə, niyə tez-tez gedirlər? Uyğun gəlmir. Always-dən often. Doğru cavabımız 2-4. Gəldik 76-ya. Nə deyir? The soup is very hot deyə bilərik. Çox istidir. Və too hot to eat. Bunu da deyə bilərik. Çünki very və hot sözləri nədir? Sifətin qarşısında işlənib. Görürsünüz? Deməli, 1 ilə 2 doğrudur. Burada nə yanlışlıq var? Enough hot deyə bilmərik. Çünki enough sözü ismin qarşısında işlənir, amma sifətdən sonra işlənir. Yəni, burada hot enough olmalıydı. Burada da too sözü sifətin dediyi qarşısında işlənir. Too hot olmalıydı. Doğru cavabımız 1-2. Burada da yenə zərflərimizi işarələyək. Sometimes sözüdür, seldom sözüdür, always-dir, bir də sometimes-dir. Bunlar mən sizə dedim ki, adverbs of frequency, yəni tezlik bildirən zərflər gedir. Və bunlar tezlik bildirən zərflər feilin qarşısında işlənməlidir. Əsas feilin qarşısında işlənir. They sometimes travel, bir doğrudur. Travel feilinin qarşısında işlənir. Drink sözünün qarşısında işlənib. Seldom arada sırada deməkdir. Arada bir, nadir hallarda. Yəni əsas feilin qarşısında işlənib. 2 də doğrudur. 3 yanlışdır. Çünki burada always sözü watch sözünün qarşısında işlənməkdir. I always watch olmalıydı. Yəni əsas feilin qabağında işlənməliydi. 4-də nə yanlışlıq var? 4-də not yazıb, sonra da sometimes yazıb. Uyğun deyil. We're not sometimes absent from school. Baxın, bu not sometimes nə deməkdir? Bəzən deyil. Düzdürmü? Deyir ki, biz bəzən dərsdən qalmırıq. Nə deməkdir? Bunun düz forması belə ola bilər ki, we are not often absent from school. Yəni, dərsdən tez-tez qalmırıq. Belə deyə bilər. Bu isə deyir, biz bəzən dərsdən qalmırıq. Uyğun gəlmir. Doğru cavabımız 1-2. Yəni, burada inkar olduğu üçün biz sometimes, onsuz da nadir hallardadır. Yuxarıda da bir dənə sual var idi. Bu sual 74-də. Mən sizə burada dedim ki, inkar olan yerdə biz seldom, rarely, nadir hallarda sözlərini işlədə bilmərik. Burada da həmin şeydir. Bunun yerində often işlətsəydik daha doğru olardı. Often. Və ya təsdiqdə işlədə bilərdik ki, we are rarely absent from school. Biz nadir hallarda dərsdən qalırıq. Belə, burada suallar bitdi. Bu suallarla bağlı yenə əlavə suallarınız yaranarsa, onları şərh bölümündə bildirərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.